başlarına dəysin. 300 manatla mən demək istəyirəm ki, İlham Əliyev sən dolana bilərsən, hə? Yəni ki, bu uşağın dərmanları çox bahadır, çatdıra bilmirəm, inanın. Necə olur ki, İlham Əliyevin qızı Leyla xanımın iti bizdən yaxşı dolanır, vallahi. Onların, o Leyla Əliyevanın iti bizdən yaxşı dolanır, vallahi. Şikayətiniz nə ilə bağlıdır? Ona verilən, ona xərclənən pullar heç mənim uşağıma vallahi yoxdur xərci. Gəldilər yenə, qoy söz. Bu üzünüzü niyə bağlıyorsunuz siz? Üzlərini də bağlıdır, elə bir nincadılar, vallahi heç nə ki, üzlərini tanımasınlar. Bu ölkəni polislər idarə edir, başa düşmədim. Hədə qorxuları baş tutmadı, dəlxana söhbətindən mən qorxmadım. Ondan sonra, nə bilim, gəlib evdə başını kəsəcək, bundan da mən qorxmadım. Mən daha da irəli gedib uşaqlarımın haqqını tələb eləyəcəm, bunu bilin. Bir dəqiqə uşağı. Uşağı incitmir, o sözünüzü deyək. Ona buna niyə mühtaç olmalıyam ki? Neft ölkəsidir, cəmat acından öldürür uşaqlar.